Salam uşaqlar. Hər vaxtınız xeyir olsun. Belə bir maraqlı sualın təhlilini aparacağam sizinlə. Deməli, sual belədir. 6 nəfərlik işçi qrupunu tərkibində bərabər sayda olmaqla, bərabər sayda olmaqla iki müxtəlif qrupa neçə üsulla ayırmaq olar? Ayırmaq olar. Burada diqqət edirsinizsə, iki müxtəlif qrup deyir. Müxtəlif. Bu sual bəzən belə də düşə bilər sizin qarşınıza. Məsələn, deyər ki, 6 nəfərlik işçi qrupundan, 6 nəfərlik müəyyən bir qrupdan tutalım 3 nəfəri Şamaxıya göndərmək lazımdır. 3 nəfəri Qəbəliyə göndərmək lazımdır. Bu seçimləri neçə müxtəlif variantda etmək olar? Aydın məsələdir ki, bu tip suallar kombinizonla yazılır. Deməli, bu sual belə həll olunur. 6 nəfərdən istənilən 3-ünü götürə bilərəm. Kombinizon 6-dan 3 Şamaxıya gedənlər olur. Burada və prinsipi uyğun gəldiyinə görə, yəni 3 nəfər Şamaxıya və 3 nəfər Qəbəliyə və olanda bilirik ki, vururuq. Artıq 3 nəfər seçilib, yerdə 3 nəfər qalıb. Həmin o 3 nəfərdən də 3-ünü götürürük. Bu da bərabərdir 6 faktorial bölünsün 3 faktorial vur 3 faktorial. 3 faktorial bölünsün 0 faktorial vur 3 faktorial. Bu da bərabərdir. Zaten bu 1 eyir, bu heç. Burada nə qalır? Burada da qalır. İxsa gedir. Qalır 3 faktorial vur 4 vur 5 vur 6 bölünsün 3 faktorial. Geniş yazdım, başa düşək. Bunlar da gedir, bunlar da gedir. Cavab qalır 20. Yəni 20 müxtəlif seçim etmək mümkündür ki, 6 nəfərdən 3-ünü Şamaxıya, 3-ünü Qəbəliyə göndərək. İndi bu sual bir də necə gələ bilər? Məsələn, belə bir tipdə çıxa bilər qarşınıza. Burada müxtəlif yox. Deyə bilər ki, ümumiyyətlə 6 nəfərlik işçi qrupunu 2 qrupa bölürük. 2 hissəyə bölürük. Məsələn, tutaq ki, A, bunu mən düzəldim. 2 qrupa. Yəni burada artıq müxtəliflik məsələsi yoxdur. Məsələn, bu 6 nəfərin 6-sı da tutalım Şamaxıya gedəcək. Sadəcə 2 qrup şəklində gedə bilər. Tərkibində bərabər sayda olmaqla 2 qrupa 2 qrupa neçə üsulla ayırmaq olar? Yəni burada artıq müxtəliflik söhbəti yoxdur. Məsələn, düşünün, 6 nəfər var bizdə. Deyirəm ki, elə bir ki, bax 6 nəfərə deyirəm ki, gəlin siz 2 hissəyə bölünün. 3-3. Məsələn, A, B, C, tutaq ki, D, Y, F. Tutaq ki, A, B, D, nə bilim, C, Y, F. Yəni 2 hissəyə bölürəm. Elə bir ki, bu 3-3 bölürəm bunları. Tutaq ki, deyirəm ki, A, D, F. Kimlər qaldı yerdə? B, C, Y. İndi burada mahiyyət nədir? Bu düstur əslində bizə deyir ki, yəni bayaqki kimi yazısı olsam, bu belə olacaqdır. Kombinizon yenə də 6-sından 3-ünü götürürük. Vurulsun kombinizon 3-dən 3. Bu da bərabər edir cavab 20. Amma burada bir problem var. Bu 20, yəni bu düstur bizə nəyi verir? Məsələn, bayaqki sualda demişdi 3 nəfər Şamaxıya, 3 nəfər Qəbəliyə. Burada məsələn ABC Şamaxıya gedirdi, DEF Qubiyə gedirdi tutalım. Sonra burada bunların yer dəyişməsi də var idi. Bu qrupların yer dəyişməsi tutaq ki, bayaqki sualdan gedir söhbət. İki müxtəlif qrup deyəndə. Məsələn ABC burada DEF buradaydı. DEF burada, ABC buradaydı.
Tutaq ki, ABD burada, CF buradadsa, CYF, ABD burada. Yəni bu 20 seçimin içərisində qrupların da yer dəyişməsi var idi. Amma burada axı müxtəliflik yoxdur. Yəni tutalım deyirəm ki, 6 nəfərdən 2 dənə qrup düzəltmək istəyirəm. Hə, ABC burada, DEF burada. Təkrar bunu belə yazmayacağam axı. Tutaq ki, DEF burada, ABC burada. Çünki bu bir dəfə üçlük yaratdınsa, bəs eləyir. Aydındır, nə demək istəyirəm. Ona görə burada nə edəcəyik biz? Bu cavabı, yəni 20-ni böləcəyik qrupların yer dəyişməsinə. Yəni bu 20-nin içərisində, bu düsturun içərisində sanki səhvən qrupların da yer dəyişməsi var. Ona görə burada diqqətli olmalısınız. Yəni müxtəliflik söhbəti yoxdursa, eyni qrup deyirsə, normalda kombinizon kimi tapırsınız. Amma axırda o qrupların sayını, yəni neçə qrup varsa, onların yer dəyişməsinə bölürük. Məsələn, bax burada bir maraqlı sual var. Gəlin o sualı sizlə müzakirə edək. Bax nə deyir? Məsələn, şərtində deməli 9 nəfərlik işçi heyəti var. Hər birində bərabər sayda işçi olmaqla neçə fərqli üsulla 3 qrupa bölmək olar? Neçə fərqli üsulla 3 qrupa, gördünüzmü? Yəni müxtəlif qrup demir ki, sadəcə deyir ki, 9 nəfərli elə bir 300 bölmək lazımdır. Bax burada nə edəcəm? Yenə də bu 9 nəfər məsələn A, B, C, D, Y, F, X, Y, Z məsələn bax. O 9 nəfərdən düzəltdiyim qruplardan biri budur. Nə edərəm? Bu 9 nəfərdən istənilən üçün götürərəm, vurulsun. Yerdə artıq 6 nəfər qaldı. 3 nəfər götürmüşəm axı, yerdə 6 nəfər qaldı. Bu 6-dan 3-ünü götürürəm. Vurulsun. Artıq yerdə 3 nəfər qaldı. O 3-dən də 3-ünü götürürəm. Hə, bu da bax bu indi hesablanmam, hələ qalsın belə. Bu düstur bilirsiniz bizə nəyi verir? Yəni bu kombinizon bizə burada qrupların yer dəyişməsini də verir. Yəni bu düstur bizə məsələn ABC burada, DF burada, X, Y, Z buradadır. Düzdürmü? Bunların öz yer dəyişməsini də verir. Tutaq ki, DF-i bura atır, ABC-ni bura atır, X, Y, Z-i bura atır. Nə bilim, X, Y, Z-i bura atır, ABC-ni bura atır, DF-i bura. Yəni burada toplam məsələn bax birinci yazdığım kimi formada bu tip yazıdan bir yox 6 dənədir. Yəni bu düstur sanki xəta edir. Elə bil ki, bizi nəyə oxşuyur? Bu düstur bizə əsasən hansı tip məsələlərdə uyğundur? Məsələn, deyə bilər ki, bu 9 nəfərdən 3 nəfərin Şamaxıya göndəririk. Yəni müxtəlif qruplardır. 3 nəfərin Qəbələyə göndəririk. 3 nəfərin İsmailiyə. Hə, bu formada yazırsan cavab alınır, de bu. Bu əslində bu düstur bu tip məsələlər üçündür. Yəni qruplarda müxtəliflik olanda. Amma eyni qrup olanda bizə bu üçlüləri düzəldəndən sonra axı bunların yer dəyişməsi mənə maraqlı deyil. Çünki bu eyni şeydir. Məsələn, deyirəm ki, ABC burada, DF burada, X, Y, Z burada. Yəni 9 nəfərlik işçi qrupuna deyirəm ki, 3 hissəyə bölünün. Hə, onlar deyir ki, məsələn, ABC buradadır, DF burada, bir də burada. Yəni 3 dənə hissəyə bölündü. Təzədən mən deməyəcəm ki, yaxşı X, Y, Z burada. Yəni bunlar onsuz da eyni şeydir. Yəni 3 hissəyə bölmək bunu elə budur da. Elə bu da bax, bunlar hamısı eyni şeydir. Ona görə nə edəcəyik burada? Alınan bu cavab nədirsə, 9-dan 3, 6-dan 3, 3-dən 3, bunu bölməliyik. Neçə qrup var bizdə? 3 dənə qrup, o qrupun yer dəyişməsinə. Çünki bu düzlüşün içərisində hər bir düzlükdən 6 dənə var. O 6 dənə təkrardır. Bizə lazımdır orijinal. Yəni bölürük 3 faktorial. Gəlin bunu tənbəllik eləməyək, axıra qədər hesablayaq. 9 faktorial bölünsün 6 faktorial vur 3 faktorial, vurulsun 6 faktorial bölünsün 3 faktorial vur 3 faktorial, vurulsun 3 faktorial bölünsün 3 faktorial və 0 faktorial. Monster 1 eləyir. İndi burada bunlar getdi. Bunlar getdi. Burada qaldı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.
Burada da qaldı nə? 1, 2, 3. Bu da elə onsuz 6, 6 deməkdir. Bunlar da gedir 24 6'ya burada. Yəni 6 ilə gedir onsuz burada. 6 ilə 4 vur nə qalır? O 9, 36. Bu da 6 eləyir. 6 vur 5 vurulsun 7 vurulsun 8 bölünsün. Hə, bir də bizə bunu təzən 3 faktorial 6'ya da bölürük. O da bərabərdir. 35 vurulsun 8. 8 dəfə 3'ün 24, o deyir 280. 280 dənə 3 hissəyə bölmək olar. Doğru cavab D-bəndidir. Məsələn, başqa bir nümunə də vereyim. Bax, tutaq ki, sual düşə bilər ki, 8 nəfərlik bir qrup var. Buradan tutalım 5 nəfərini Şamaxıya, 3 nəfəri də Qubaya göndərmək lazımdır. Bu seçimi neçə müxtəlif formada etmək olar? Bu zaman necə olacaq? Yenə də kombinizon 8-dən 5 vurulsun kombinizon 3-dən 3. İndi burada bir də belə bir sual verilə bilər ki, məsələn 8 nəfərlik qrup var. 8 nəfərlik qrup var. Biz bunu 2 hissəyə bölməliyik. 5 nəfər birində, 3 nəfər də birində. Aydındır? Yəni 2 hissəyə bölürük. Misal üçün bu 8 nəfər Şamaxıya toya gedir. Deyirik ki, 5 nəfər bir getsin, 3 nəfər də bir getsin. Yəni hər ikisinin təyinatı eynidir. Onsuz da Şamaxıya gedirlər. Bu zamanda elə bu formada həll edirsiniz. Yəni narahatçılığa əsas yoxdur. Çünki o bayaq dediyimi sizə bölürsüz qrupların sayına. O nə vaxt olur? Məsələn, hər birində 5 nəfər, 5 nəfər olsun, 3 nəfər, 3 nəfər, 4 nəfər, 4 nəfər. Yəni eyni sayda adam olanda o problem yaradır. Qalan belə normalda problem yaratmayacaq. Elə burada elə bu formada həll edəcəksiniz. Yəni sizə belə suallar düşsə ki, 8 nəfər var, 5 nəfəri harasa, 3 nəfəri də digər yerə göndərmək lazımdır və yaxud 2 hissəyə bölürsən, birində 5, birində 3, bu normal kombinizondur. Amma sualı versələr ki, məsələn, 8 nəfərdən 4 nəfəri Şamaxıya, 4 nəfəri Qubiya göndərmək, bu olur kombinizon 8-dən 4 vurulsun, kombinizon 4-dən 4. Bir də belə düşə bilər ki, 8 nəfəri 2 hissəyə bölürük. Hərəsində 4 adam olsun. Yəni bərabər sayda olsun, amma müxtəlif qruplara yox. Yəni bir qrupu Şamaxıya, bir qrupun Qubiya yox. Hər ikisini göndəririk məsələn Şamaxıya. Bu zaman nə edəcəksiniz? Kombinizon 8-dən 4 vurulsun, kombinizon 4-dən 4 bölünsün qrupların yer dəyişməsi. Ümid edirəm faydalı oldu. İnşallah növbəti dərslərdə görüşənədək.